itirdiklərim. Yves Rocher'in bu şampunu ən çox istifadə etdiyim şampunlardan biridir. Çox bəyənirəm. Yenidən alaram. Bu konsilerləri yəqin ki tərifləməyimə ehtiyac yoxdur. Yenidən alaram. Amma ikisi arasında qalsam bunu alaram. Bunu artıq çox videoda tərifləmişəm. Gizun'un bu saç balzamını çox bəyənirəm. Yenidən alaram. Nədir? Sana'nın məhsullarını nə qədər çox sevsəm də bunu sevə bilmədim. Çünki heç bir effektini görmədim. Üz paçiləridir. Bu şəkildə görürsünüz yəqin hələ bitirməmişəm. Bir daha almaram. Bu mənə tester olaraq göndərilmişdi. Artıq yenisini almışam. Çox bəyəndim. Nisana'nın bu antiperspirantı elə çox bulaşır. Əldə yağlılıq hissi buraxır. Mən o hissdən nifrət edirəm. Amma yenə də effekti çox qəşəngdir. Bunu almaram böyük ehtimal bir daha. Amma effekti çox qəşəngdir. Çox bəyənirəm. Bunu yoldaşım mənə hədiyyə almışdı. Səhv eləmirəmsə Georgina'nın markasıdır. Qoxusunu bəyəndim. Qəşəngdir. Tam çiçəksi bir qoxudur. Amma birazca 30+ yaşlara daha çox uyğundur deyə düşünürəm. Amma yenə də istifadə edirəm bu. Bəyənirəm. Amma yenidən almaram. Son olaraq Duru'nun bu duş geli. Əslində bunu alanda qoxusuna qarşı çox ön yarğılı olmuşdum. Çünki biraz daha ağır qoxu kimi gəlir adamın burnuna. Amma istifadə etdikdən sonra görürsən ki o qədər də ağır deyil. Biraz daha qalıcı qoxusu var digər duş gellərinə nisbətən. İçində skrablar da var. Bəyəndim bunu, yenidən alaram. Başqa qoxularını da sınamaq istəyirəm. Bu qədər izlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.